İkinci zolaqda avtomobil saxladıqdan neçə dəqiqə sonra cərimələnirsiniz? Hansı hallarda burada maşın saxlamaq olar? İzləyicimiz deyir ki, cəmi 30 saniyəyə cərimələnir. Bir maşın avtomobil çıxır parklama yerindən. Mən ikinci zolaqda maşını, avtomobili saxladım və geriyə verdim. Birinci zolaqdan bir avtomobil çıxdı, dərhal park etdim maşını. Bu müddətdə ikinci cərgədə dayanma əslində qaydalardan kənar sayılmamalıdır. Çünki ən azından adam alicənablık edir, parklanma yerindən çıxana yol verir. Onsuz da oradan çıxmalıdır. Ondan sonra keçir onun yerinə. İkinci zolaqda elə saxladım, düşürtdüm, getdim. Yəni dayanmıram. Elə olanda cərimələnirsiniz. Olubdu. 18 dənə balım var mənim, heç nə eləmirəm. Əgər birinci zolaqda yer tapmamısınızsa və avtomobildə fiziki məhdudiyyətli şəxs varsa, işiniz daha da çətin olacaq. Görək belə şəxsin avtomobili tərk etməyi neçə dəqiqə tələb eləyir. Nəsə zəhmət olmasa dəstək olardı da mənə. Vaxtı başlatdı. Bəli, fiziki məhdudiyyətli şəxsin avtomobili tərk etməyi təxminən 1 dəqiqədən çox vaxt tələb edir. Fərqli ssenarilərdə ola bilər, amma hamısının nəticəsi eynidir. Sürücü 80 manat 2 bal cərimə olunur. Qanun və ya icraçılar bəzi şəxslərə imtiyaz verirmi? Yan qoşqusu olmayan motosikletlərin, mopedlərin, velosipedlərin, eləcə də kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgədə saxlanması bu qadağandır. Bir sözlə, qanun ikinci zolaqda avtomobil saxlamağa heç bir halda icazə vermir.